Onlar hər yerdədirlər. İşdə, qohum-əqrabada, qurduğumuz münasibətlərdə, sosial şəbəkələrdə. Sayları da getdikcə artır. Deyəsən, zaman onların zamanıdır. Narsist özünün ya həqiqətən sahib olduğu, ya da sahibmiş kimi göstərdiyi xüsusiyyətlərinə şişirdilmiş şəkildə önəm verən, daim tərif və diqqət gözləyən, başqalarının hisslərinə isə laqeyd yanaşan şəxsdir. Amma məsələ təkcə təkəbbür deyil. Bütün insanlar bəyənilmək və dəyərləndirilmək istəyir. Bu, insan təbiətindən gələn bir xüsusiyyətdir. Narsistlər isə bu ehtiyacını həyatının mərkəzinə qoyur. Onların yaşam məqsədi daim bəyənilmək və təriflənməkdir. O, əslində zəif olan öz dəyər duyğusunu süni özgüvən ilə qorumağa çalışır. Bu səbəbdən də xarizmatik, təsirli və özünə inamlı görünür. Səhnəni ustalıqla idarə edir. İnsanları necə ələ almağı yaxşı bilir. Sosial şəbəkələrdə uğur, status və mükəmməl həyat görüntüsü yaradır. Amma bu parıltılı görüntünün arxasında çox vaxt empatik çatışmazlıq, manipulyasiya və emosional soyuqluq gizlənir.